65 nömrəli çalışmaya baxaq. Deyir ki, ifadənin qiymətini sadələşdirin. Gəlin ixtisarlar aparaq. 2a ilə a üstü 8-i a-ya ixtisar apara bilərik. Onda burada qalar 1. A üstü 8-i bölsək a-ya, qalacaq a üstü 7. Daha sonra 15 ilə 25-i ixtisar apara bilərik. 5-i ixtisar aparsaq, sürətdə qalar 3, məxrəcdə qalar 5. X kvadratlar gedəcək ixtisar. Y kvadratı ilə də y gedər ixtisar. Qalar məxrəcdə 1, sürətdə isə yalnız y qalacaq. Gəlin qalan ifadələri bir-birinə vuraq. 2 vurulsun, 3 vurulsun y eləyəcək. Sürətdə 6y. Məxrəcdə qalır a üstü 7 və 5. Deməli 6y bölünsün 5, a üstü 7 cavab olacaq B variantı. 66 nömrəli çalışmada deyir ki, tərəfi 10 cm olan ABCD kvadratında M və N nöqtələri uyğun olaraq BC və CD tərəflərinin orta nöqtələri olarsa, AMCN dördbucaqlının sayəsini hesablayın. Deməli, kvadratın tərəfi 10 cm-dir. M və N nöqtələri orta nöqtələri olarsa, onda ND 5 cm, CN 5 cm. M nöqtəsi də BC-nin orta nöqtəsidirsə, MC də 5 cm-dir və BC də 5 cm-dir. Onda AB tərəfi də nə olacaq? 10 cm. Biz AMCN dördbucaqlısının sayəsini tapmaq üçün ümumi kvadratın sayəsindən, baxın, burada yaranan 2 üçbucağın sayəsini çıxmaqla tapa bilərik. Baxın, bu 2 üçbucağın sayəsini çıxmalıyıq kvadratın sayəsindən. Yazaq ki, S kvadrat nəyə bərabərdir? Kvadratın sahəsi tərəflərin hasilinə bərabərdir. Eləyəcək 100 cm-in kvadratı. Gəlin hesablayaq. S üçbucağı, SABM üçbucağı. Üçbucağın sayəsi 2-də 1 vurulsun, AH ilə hesablanırdı. Onda yazarıq 2-də 1 vurulsun, 10 vurulsun 5. İxtisar gedər 10-dan 2, qalar 5 vurulsun 5. Cavab edir 25. Deməli, bu üçbucağın sayəsi 25-dir. İkinci üçbucağın sayəsini hesablayaq. A, ND üçbucağının sayəsini hesablasaq, 2-də 1 vurulsun, 10 vurulsun 5-ə. 2 ilə 10 gedəcək ixtisar, məxrəcdə 1 qalar, sürətdə 5 qalar. 5-i də 5-ə vursaq, eləyəcək 25. Deməli, bu üçbucağın da sayəsi 25-ə bərabərdir. Və AMCN dördbucaqlısının sayəsini tapmaq üçün dedik ki, ümumi kvadratın sayəsindən bu 2 üçbucağın sayəsini çıxmaq lazımdır. Ümumi kvadratın sayəsi 100-dür. Digər üçbucaqların sahələri cəmini çıxsaq, 100 çıxılsın 25 topla 25-dən, 100 çıxılsın 50, 100-dən də 50 çıxsaq eləyəcək 50. Deməli, həmin dördbucaqlının sayəsi 50 cm-in kvadratı olacaq.